Salam. Bugün mən sizə qədim Misirin sirli dünyasından danışacağam. Fironlar, piramidalar və qədim sirlərlə dolu bir səyahətə hazır olun. Fironlar Misirdə həm hökmdar, həm də özlərini tanrı hesab edirdilər. Onlar ölkəni idarə edir, piramidalar tikdirir və xalqın həyatını təşkil edirdilər. Misirin ən məşhur piramidaları Fironların son mənzilləri idi. Onlar inanırdılar ki, piramidalar ruhlarının ölümsüzlüyünü təmin edəcək. Qədim Misirlilər yazı üçün hieroqliflərdən istifadə edirdilər. Hər simvol xüsusi bir mənaya sahibdir. Bu yazılar taxtlar, məzarlar və divarlarda qorunub qalmışdı. Beləliklə, qədim Misir həm böyük fironlar, həm də möhtəşəm piramidalarla tarixə iz qoyub. Daha çox maraqlı tarixi videolar üçün məni izləməyə davam edir.